Salam dostlar, hamınızı xoş gördük. Bu gün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 72-dən 78 olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Bucaq-bucağın ölçüsü. 1. Şəkillərdə təsvir olunan bütün bucaqları və onların növlərini yazmaqla cədvəl tamamla. Bucaq AB növü iti. Bucaq FDY növü düz. Bucaq FDK növü iti. Bucaq KDM növü iti. Bucaq YDM növü açıq. 2. Başlanğıc K nöqtəsində olan elə 3 şüa çək ki, iti bucaq, kör bucaq və düz bucaq alınsın. Baxın, gördüyünüz xətləri çəkirsiniz. 3. Bucaqları ölçüsünə görə kiçikdən böyüyə sıralı uyğun bucaqların adlarını ilə ardıcıllıqla yazsan, məşhur riyaziyyatçının adını almış olarsan. Bu riyaziyyatçı kimdir? Sırayla yazırıq. P, I, F, A, G, O, R. Oldu Pifagor. Geçək tapşırıq 4-ə. Bucaqları nümunələr çək. Deməli, bucaq AOB iti bucağı, CDY kör bucağı, FC H düz bucağı, KLM açıq bucağı. Hamısını gördüyünüz baxın. Bu şəkildə hamısını yazırsınız. 5. Doğru olan fikirləri düzgün smaylik ilə, yanlış olan fikirləri isə yanlış smaylik ilə işarə et. Kör bucaq 90 dərəcədə böyükdür, bu düzdür. 180 dərəcədə kiçik olan bütün bucaqlar kör bucaqdır, xeyr. Bəli, 180 dərəcədən kiçikdir kör bucaq. Ancaq bütün bucaqlar deyil. Kör bucaq var, düz bucaq var, iti bucaq var. Düz bucaq açıq bucaqdan böyükdür. Bu da yanlışdır. 90 dərəcədən kiçik bucaq iti bucaqdır. Bu düzdür. 6. Boş yerləri təsvir olunan bucaqlardan uyğun olanını yaz. Bucaq CBA bərabərdir 30 dərəcə. Bucaq FYD bərabərdir 50 dərəcə. Bucaq NOP bərabərdir 95 dərəcə. Bucaq MLK bərabərdir 120 dərəcə. Keçək səhifə 74-də. 7. Hər bucağın dərəcə ölçüsünü tap. Boş xanaya uyğun ədədləri yaz. Radius tam dövrün 5-də 1 hissəsi qədər dövr etdikdə o birinci həllini yazır. 360 bölünsün 5 vurulsun 1 bərabərdir 72. O 72 dərəcəyə dönür. Radius tam dövrün 9-da 2 hissəsi qədər dövr etdikdə o 360 bölünsün 9 vurulsun 2 bərabərdir 80. O 80 dərəcə dönür. Radius tam dövrün 10-da 1 hissəsi qədər dövr etdikdə o 76 dərəcə dönür. 360 bölünsün 10 vurulsun 1 bərabərdir 36. 36 dərəcə dönür, bağışlayın. Radius tam dövrün 2-də 1 hissəsi qədər dövr etdikdə o 180 dərəcə dönür. 360 bölü 2 vurulsun 1 bərabərdir 180. 8. Təliyi qurmaqla suallara cavab ver. Dairəni neçə bərabər hissəyə böldükdə bir hissə təşkil edər. Radiuslar arasındakı bucaq 15 dərəcəyə bərabər olar. 360 bölünsün x bərabərdir 15, x bərabərdir 360 bölünsün 15, x bərabərdir 24. Dairəni neçə bərabər hissəyə böldükdə bir hissə təşkil edər. Radiuslar arasındakı bucaq 45 dərəcəyə bərabər olar. 360 bölünsün x bərabərdir 45, x bərabərdir 360 bölü 45, x bərabərdir 8.
Dairəni neçə bərabər hissəyə böldükdə bir hissə təşkil edən radiuslar arasındakı bucaq 360 dərəcəyə bərabər olar. 360 bölünsün A bərabərdir 60, A bərabərdir 360 bölünsün 60, A bərabərdir 6. Bağban dairəvi bağçanın 12-də 2 hissəsində qızılgül, 90 dərəcə bucağa uyğun hissəsində bənövşə, qalanında isə nərgiz əkməyi planlaşdırdı. Hansı gül daha çox yer tutar, əkiləcək güllərin adını uyğun şəkildə hissələrin üzərinə yaz. Deməli, birinci qızıl gülü tapaq, 360-ı 2-yə bölüb vururuq, 2-yə eləyir, 360 dərəcə. 60 dərəcə. 360 çıxılsın, mötərizə 60 deyil, 90 mötərizə bağladı, bərabərdir 210 dərəcə. Gəlin mən sizə indi göstərim. Aha. Bu hissəsində nə olacaq? Bənövşə. Ona görə bir B hərfi qoyuruq bura. Buradan bura olacaq nə? Qızılgül 90 dərəcə. Bu neçə dərəcə olacaq? 60 dərəcə, yəni 1, 2, 3, 1, 2 gördünüz. Bunda 3 dama var, bunda 2. Qalanında isə buna baxın. Nərgiz gülü. Burada bir N var. Keçdik səhifə 76-ya. Bucağın ölçülməsi, transporter. Verim. Bucaqların növünü yaz. Transporterdən istifadə etməklə onların dərəcə ölçüsünü tap. Birincidə göstərib CAB bucağıdır. 30 dərəcəyə bərabərdir. Bu, transporterdən istifadə etməklə ölçüb. Siz də öz transporterini üzərinə qoyub ölçə bilərsiniz. Mən də ölçmüşəm və yazmışam. Baxaq, bunun növü kör bucaqdır. Bucaq MEN bərabərdir 100 dərəcəyə. Bu 100 dərəcədir. İkincidə isə bucağın növü iti bucaqdır. Bucaq SOP bərabərdir 45 dərəcəyə. 2. Transporterdən istifadə etməklə qeyd olunan bucaqların dərəcə ölçülərini yaz. Aha, baxaq. Bucaq SFR bərabərdir 105 dərəcəyə. Bucaq RFF bərabərdir 75 dərəcəyə. İkinciyə baxaq. Bucaq QTK bərabərdir 70 dərəcəyə. Bucaq KTL bərabərdir 30 dərəcəyə. Üçüncüyə baxaq. Bucaq MBT bərabərdir 40 dərəcəyə. Bucaq EBN bərabərdir 55 dərəcəyə. 3. Bucaqların növünü yaz. Transporter vasitəsilə bu bucaqları qur və onları adlandır. A. 40 dərəcə, iti bucaq. Aha, 40 dərəcə, baxın, bunu belə çəkirsiniz də. Görürsünüz? Qırx dərəcə, baxın, belədir. Sonra B-də deyir ki, 95 dərəcə kör bucaq. Kör bucağı çəkmək, həm də 95 dərəcə eləmək üçün, baxın, B-dir. Biraz dəqiqə. Tam elə olmadı, çünki 6. İndi mən çəkmişəm. Görürsünüz siz dəftər. Sadəcə daha yaxşı görməyiniz üçün mən üzərindən gedirəm. Yəni görürsünüz. Xəttkeşlə necə səliqəli və düzgün çəkmişəm. Ona görə siz də elə çəkin. CD 130 dərəcədir. Bu da kör bucaqdır. Çünki 90 dərəcədən böyük, 180 dərəcədən kiçikdir. Aha, bu oldu 130 dərəcəli bucaq.
Bu oldu 95 dərəcəli bucaq, bu oldu 40 dərəcəli bucaq. Yəni transporterdə istifadə etməklə çəkməlisiniz bunları da. Keçəcəyik səhifə 77-yə. 4. Bucağı ölç. Təpə nöqtəsi və bir tərəfini saxlamaqla ondan 15 dərəcə böyük bucaq qur. Çəkdiyin bucaqları adlandır. Onların dərəcə ölçülərini yaz. A-da D-A. Aha, baxdıq. Baxaq. Belə. Bucaq D-A-B bərabərdir 32 dərəcəyə. Bucaq D-A-B bərabərdir 32 dərəcə üstə 15 dərəcə bərabərdir 47 dərəcə. B-yə baxaq biz. Bucağı görürsünüz, necə eləmişəm? M, K, N. Bucaq budur. Və burada da nədir? Burada da S bucağını çəkmişəm. İndi burada görünmür, ancaq S bucağı da var orada. Yəni bu görürsünüz karandaşla olan xətt bu çəkmişəm. Yəni siz də eyni şeyi çəkməlisiniz. Baxın bu 15 dərəcə böyük bucaq budur. Bucaq MKM bərabərdir 150 dərəcəyə, bucaq MKS bərabərdir 150 dərəcə üstə 15 dərəcə bərabərdir 165 dərəcə. 5. Bucağı ölç. Təpə nöqtəsi və bir tərəfini saxlamaqla ondan 20 dərəcə kiçik bucaq qur. Çəkdiyin bucaqları adlandır. Onların dərəcə ölçülərini yaz. O, görürsünüz, hamısını adlandırmışam. Bucaq O'dur, K, S, N. Bunlar da tərəflərdir. Bucaq KOS bərabərdir 20 dərəcəyə. Baxın, KOS. Baxın, bu 20 dərəcədir. Bucaq KON bərabərdir 70 dərəcəyə. B-də baxaq. Çəkmişəm yenə. Burada eldən başlamaqla bütün xətlər çəkilir. Və burada ortada da bir N xəttini çəkirsiniz. Baxın, belə. Bucaq MLN bərabərdir 20 dərəcəyə. Bucaq RLN bərabərdir 40 dərəcəyə. 6. Uyğun ifadə yazmaqla bucaqların dərəcə ölçüsünü tap. A-da bucaq QRS bərabərdir 62 dərəcə üstə 19 dərəcə bərabər 81 dərəcə. İndi B-yə baxaq. Bucaq PQR bərabərdir 73 dərəcə üstə 57 dərəcə bərabərdir 130 dərəcə. C-yə baxaq. Bucaq PQS bərabərdir 120 dərəcə çıxılsın 77 dərəcə bərabərdir 43 dərəcə. D-yə baxaq. Bucaq ABC bərabərdir 66 dərəcə üstə 37 dərəcə bərabərdir 103 dərəcə. Keçək səhifə 78-ə. 7. Bucaqların verilmiş dərəcə ölçüsünə görə tələb olunan bucağı tap və uyğun yerə yaz. A. Bucaq TOL bərabərdir 72 dərəcə. Bucaq KOL bərabərdir 72 dərəcə çıxılsın 32 dərəcə bərabərdir 40 dərəcə. B-yə baxaq. Bucaq TYM bərabərdir 90 dərəcə çıxılsın 25 dərəcə bərabərdir 65 dərəcə. C-yə baxaq. Bucaq CAD bərabərdir 120 dərəcə. Bucaq CAP bərabərdir 120 dərəcə çıxılsın 35 dərəcə bərabərdir 85 dərəcə. D-yə baxaq. Bucaq CAK bərabərdir 180 dərəcə çıxılsın 70 dərəcə bərabərdir 110 dərəcə. 8. ABS bucağını tapmaq üçün uyğun tənliyi seç və həll et. Aha. Bu birinci tənliklərə baxaq. 155 çıxılsın x bərabər 90. X üstə 90
bərabərdir 155. X üstəgəl 155 bərabərdir 180. X bərabərdir X X çıxası 155 bərabərdir 180. İndi gəlin baxaq. Burada nədir? X bu X'dir və onunla birlikdə 155 dərəcə olduqda açıq bucaqdır. Əmələ gətirib nə olub? Açıq bucaq. Aha, deməli nədir burada? Ən uyğunu budur. Uyğun tənlik budur. X üstəgəl 155 bərabərdir 180. X bərabərdir 180 çıxılsın 155. X bərabərdir 120. 25 dərəcəyə. 25 dərəcə. 9 verilmiş bucaqların dərəcə ölçülərini əvvəl təxmin et, sonra isə transporter vasitəsilə ölç və yaz. Təxmin etməklə bucaq KST və təxmin eləməklə 45 dərəcə, ölçməklə isə bucaq KST bərabərdir 30 dərəcə. Yəni burada yuvarlaqlaşdırmırsınız. Yalnızca təxmin edirsiniz. Məsələn, mən baxdım burada. Dedim bu 45 dərəcə ola bilər. 45 dərəcə dedi və 30 dərəcə oldu. Ölçməklə. B. Təxmin etməklə bucaq DOL bərabərdir 170 dərəcə. Ölçməklə bucaq DOL bərabərdir 170 dərəcəyə. Bir nəzarət kamerasının müşahidə bucağı 72 dərəcədir. Hasar boyunca yolu tam müşahidə etmək üçün eyni nöqtədə ən azı neçə kamera quraşdırmaq lazımdır. Burada da göstərib 72 dərəcəni. Deməli, həllində yazırıq. 360 bölünsün 72 bərabərdir 5. Cavab 5. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.